Adım Günay Hüseyndir. Deməli, Səsim var layihəsi üzrə layihə rəhbəriyəm. Bir başlamamışdan qabaq onu qeyd edək ki, bizim layihəmiz Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə qadın haqları və gender bərabərliyi ictimai birliyinin təşkilatçılığı ilə keçirilir. Bizim bundan əvvəlki bir neçə tədbirimiz Avrasiya Universitetində olub, indi hal-hazırda nəzərdə tutulub. Azərbaycan Universitetində 2 təlimimiz olacaq. Biri qadın liderliyidir, digəri isə ayrı-ayrı bizdə qadın liderliyi və çətinliklər haqqında bu ətrafda bizim təlimimiz olacaq və onu da nəzərinizə çatdırım ki, layihənin tədbirin sonunda sizə sertifikat da veriləcək və layihə rəhbəri olaraq mən bizim təlimçimiz Aylin İsmailova xanımı da sizə təqdim edirəm. Aylin xanım özü bu layihədə həm də onu da qeyd edin ki, könüllü olaraq iştirak edir, sistem maarifləndirəcək, sahə üzrə Azərbaycanın məşhur mütəxəssislərindən biridir. Birinci, onu mən bildirmək istəyirəm ki, layihə haqqında çıxış edilmək istəyirəm. Niyə bu layihəyə ehtiyac yaranır? Və niyə layihəmizin adı bizim Səsim var layihəsidir? Birincisi, bunu bildirək ki, hər bir insanın həm fikri, həm özü, həm onun sözü cəmiyyət üçün çox önəmlidir. Və xüsusən də qadınların və qızların. Niyə qadınların və qızların? Çünki tarix boyunca qadınların və qızların öz sözlərini deməsi, qərar vermə prosesindən əslində iştirak etmələri, amma həmişə bir addım olaraq bir qədər arxada biz dayanmalarını nə edirik? Bunun şahidi olur və uzun illər boyunca bizlərə belə bir, uzun hətta əsrlər boyunca deyil, bizlərə belə bir təlqin olunur ki, qadınlara xas tutmaqdır, qadınlara xas geri planda qalmaqdır və lidersənlik kimi, deyil kimi bir düşüncələr daimi bizə bunlar verilir. Amma nəyi göstərir? Tarix də bizə onu göstərir ki, əslində liderlikdə və tarixdə dəyişiklik yaratmaqda bir ayrılıq və qadın və kişi arasında ayrı və seçkilik yoxdur. Məsələn, biz tarixdə məşhur qadınların adını çəkə bilərik. Məsələn, Məhəmməd Peyğəmbərin yanında Həzrət Xədicəni, Fransa tarixində çox böyük rol oynamış Janna Darkın və bir çox Indira Gandhinin adını çəkə bilərik. Azərbaycan tarixində məşhur qadınlar var, bunların da adlarını çəkə bilərik ki, bunlar tarixdə əslində dəyişiklik yaratmış nədirlər? Qadınlardır. Bizim bu tarix qəhrəmanlarımızdan təkcə Tomisin adını çəkmək, Möminə xatunun adını çəkməyimiz kifayətdir, Sara xatunun sizlər bilirsiniz adını çəkməyimiz kifayətdir ki, onlar olmasaydı, bəlkə də bu dövlətlər tarixin gedişatı haralara gedə bilərdi. Və bunu da bildirək ki, liderlik deyəndə bəzən bizlər belə nəzərdə tutulur ki, liderlik bir vəzifə deyil. Liderlik ümumiyyətlə bir problemi görməkdir, onda bir addım atmaqdır, bir insanın qorxularını, motivasiyasını yeyindirə bilməkdir və həm də ona mən bacararam sözünü çatdırmaqdır. Bu baxımdan bizim layihənin adı da çox mənalıdır. Onda deyil ki, səsim var. Niyə? Hər bir qadınlara bayaq da dediyimiz kimi həmişə bir sus deyən, belə bir təsəvvür var ki, qadın susmağın yalnız şərq cəmiyyətlərinə aid deyil. Şərq cəmiyyətlərində bilinməyin əksinə olaraq qərbdə qadınlar daha çox geri planda və daha çox şərq qadınları həmişə öndə olurlar. Sadəcə olaraq o dediyimiz bir şey var, təvazökarlıq bizim o bir addım həmişə gerdə qalmamıza gətirib çıxarda bilir və bu baxımdan onu da demək istəyir ki, hal-hazırda nə şərq, nə qərb, yəni qadınlardır, bizim xüsusən gənc qızlardır. Əgər öz fikirlərini sərbəst ifadə edə bilmirlərsə, o cəmiyyətlə inkişaf etməyəcəkdir. Və mən başlamamışdan qabaq, Aylin xanıma sözü verməmişdən qabaq bir sual vermək istəyirəm. Sizdə özünüzü lider kimi hiss etdiyiniz məqam olubmu? Mən üzr istəyirəm. Biz hər dəfə çox xahiş edirəm ki, tədbir gedə-gedə iştirakçılar da öz adlarını yazsınlar, ötürün. Sizin özünüzün bir lider kimi hiss etdiyiniz anlar olubmu? Məsələn, olubmu ki, ailənizdən, yaxınlarınızdan, dostlarınızdan kimlərsə kömək etdiniz və bunun sonunda nəhayət ki, mən də bacardım, mən də buna nail oldum, düşüncəsinə çatdığınız olubmu? Ola bilsin ki, bu bir yaxınınız ola bilər, ola bilsin ki, ictimai həyatda nəyiz ola bilər, ola bilsin ki, hətta dərs auditoriyasında siz hər hansı bir haqsızlığı görüb, ona qarşı bir etiraz etdiyiniz olubmu? Niyə başqasını burada deyil? Çünki lider tək başına olmur. Lider tək demək deyil. Bir lider özü hesab etdirmək, sənin bir ətrafında bir komanda olmalı, sən cəmiyyət içərisində olmalısan. Ona görə mən
sualı belə qoyuram ki, siz başqasına özünüzə yox. Başqasına kömək edib, neysə nail olunuz olur. Mesela xanımlar, özünüzün təqdim etdiyi zəhmət olsa adınızı necə? Aha, Dilara xanım, buyurun. Yəni, bu da bizim bir deyilimiz ki, hansı biz olan problemlərilə və yaxud da müəllimlərimizlə, siniflərlə uşaqlar istəklərini üzləşdirdik. Onlara hər necə deyim, mövzuda kömək edirik. Bunlar uşaqların şəxsi problemləri daxil edilir, problemləri daxil edilir. Yəni, o liderliyi yaşaya bilmişsiniz ki, həmin bu anda nəysə nail ola bilmişsiniz. Və sizlər xanımlar, ola bilməz ki, burada gənc və gözəl, güclü mən xanımlar. Ola bilməz ki, siz nəyəsə kömək eləyin. Ola bilər ki, hətta motivasiya edə bilərsiniz. Məsələn, bizim bir o keçən dəfə bir tələbə dedi ki, bəs rəfiqəm intihar etmək istəyirdi. Biz onu o yoldan çəkindirdik və indi xanım da öz yolunda addımlayır. Belə də ola bilər. Əlbəttə ki, bunun sizin təsir qüvvəni, bəlkə hansısa tələbə oxumaqdan imtina etmək istəyir. Mən özüm, əgər sizə maraqlıdırsa, bir olur hekayəni bu yaxınlarda sizə danışmaq istəyib, bəlkə də mənim bir magistrim var, özüm də universitet müəllimiyəm. Tamamilə təhsildən uzaqlaşmaq istəyirəm ki, mənim ona verdiyim motivasiya ki, bunlar müvəqqətidir, filandır. Bizim o müəllimimiz artıq Bakı Avrasiya Universitetində tanışlar müəllim. Hansı ki, tamamilə həyat yolundan özünü başqa bir istiqamət atacaq. O bilinmir ki, onu orada nə gözləyir. Bu mənim ən çox özümlə qürur duyduğum və fərəh duyduğum məsələlərdən biridir. Mən onu nə magistrə, nə pul vermədik, nə maddi yardım eləmədik. Amma bizim ona verdiyimiz mənəvi dəstək, motivasiya ilə artıq o deyil, aşağı düşən xətlə yox, yuxarı dırmaşan xətlə yüksələ gedir. Yəni, məsələn, kim nə deyərlər bu arada? Yaxşı, sizin kömək edən oldu mu? Siz kiminsə dəstəyini istəyirləmisiniz? Kiminsə? Eyb yoxdur, inşallah bu təlim müddətində interaktiv biz keçəcəyik. Mən sözü Aydın xanıma verirəm. Buyurun Aydın xanım. Mən də salamlayıram hər birinizi. Əlbəttə Günay xanım qeyd elədi, qadınlarla bağlı, qadınlara qarşı tarixən ən qədim dövrdə müasir dövrə qədər olan diskriminasiya, daşlaşmış fikirlər, stereotiplər var ki, və bu stereotiplər istər Azərbaycan mühitində olsun, regional olsun, istərsə də qlobal kontekstdə qadınların inkişafına mane olan hallara gətirib çıxarır. Və sözsüz ki, müdriklərin fikirlərinə baxsaq, qədim dövrdən bugünə kimi qadınlar haqqında fikirlər fərqli olur. Amma qadının inkişafına müsbət təsir göstərən, qadının əslində mən bacararam, mən hər şeyin öhdəsindən gələ bilərəm. Ümumilikdə götürsək, mənəvi baxımdan qadınlar daha güclüdürlər cəmiyyət həyatında. Bunu hər bir situasiyada, ən xırda situasiyada belə üzə çıxa bilir. Bu baxımdan müdriklərin müxtəlif fikirləri var. Misal üçün, Konfutsiyinin çox gözəl bir sözü var, yəqin ki, siz də sevərsiniz. O deyir ki, qadınlar cəmiyyətin göylərindəki səmaları saxlayan dayaqdırlar. Əgər qadınlar olmasa, cəmiyyətin göyləri, o səma başımıza uçub götürə bilər. Yəni, cəmiyyətin əsas dayağı qadının hesab olur. Bundan başqa, Azərbaycanın məşhur şairlərindən, mütəfəkkirlərindən Hüseyin Cavidin qadın haqqında, qızlar haqqında müxtəlif fikirləri var. Onları inkişafa, təhsilə, maarifləndirməyə səsləyən fikirlər. Çünki bilirsiniz ki, bu dövrdən qadınların təhsil həyatı, maarifləndirmə həyatı ilə bağlı məsələlər var. Və Atatürk'ün qadınlarla bağlı olan fikirləri, Atatürk'ün islahatları tarixə nəzər salsaq, həmçinin qadınların inkişafı ilə bağlı, yəni onların cəmiyyətə adaptasiyası ilə bağlı müxtəlif işlər həyata keçirmişdir. Dəmir qeydi olan Margaret Thatcher, onun qadınlarla bağlı fikirləri var ki, yəni bir işin ümumilikdə kişilər danışa bilər, amma onun həyata keçməsini, işin görülməsini istəyirsinizsə, onu mütləq şəkildə qadına danışır. Çünki sona qədər mübarizə aparıb o işi həll edəcək. Bəs qadınlar necə idarə edir? Bununla bağlı oxşar və fərqli fikirlər var. İdarəçilikdə hər hansı bir idarəçilik sahəsi, bu bir müəssisə ola bilər, şirkət ola bilər, dövlət idarəçiliyi ola bilər, hər hansı bir şöbə, departament ola bilər və bir siyasi baxımdan dövlət idarəçiliyi ola bilər. Qadınlar necə idarə edir? Bununla bağlı fərqli fikirlər var. Cəmiyyətdə daşlaşmış fikirlərdən biri budur ki, qadınların idarəçiliyi o qədər də effektiv deyil.
Bunu bağlayırlar ki, qadınlar daha emosionaldılar, qadınlar bacarmazlar və s. və ilə. Peki, Üzvü İstəm Aydın xanım, bu sizin dediklərinizə qüvvət bir xanımlardan bir söz soruşum. Məsələn, bizim orada qəşəng bir xanım var, baxır mənə. Siz necə, adınız nə idi? Bəli. Nuray, necə fikirləşirsiniz? Qadın liderlik mümkündürmü? Qadınlardan lider olarmı? Bəli, olar. Aydın xanımda dediyimiz stereotiplər var ki, qadından lider olmaz. Yox, olar. Məsələn, qadının deyirlər ki, emosional müəyyən durumları güya buna mane olur. Bəli, buyurun. Mən buna əsasanlığa görə verəm ki, dünya üzrə asılılma var ki, qadınların idarə etdiyi dövlətlər daha belə, necə deyim, sülhlə bağlı olur. Yəni, həmin o ölkələrdə, nə bilim, qətliamlar az olur, bəlkə də heç olmur. Daha sonra deyə bilərəm ki, digər dövlətlərlə normal münasibətdədirlər. Ölkə, yəni, çox yaxşı bir sülh içindədir də. Amma kişilərin idarə etdiyi dövlətlərə baxsaq, məncə bunun tam əksini görürük. Yəni, müharibələr dayanmadan ancaq şəxsi istəkləri üzrə daha geniş torpaqları əldə etmək, yəni dünyanın lider olmağa can atır. Amma qadınlar elə deyil. Qadınlar sadəcə istəyirlər ki, dünya daha belə sülh olsun. Ona görə liderlik məncə qadınlara daha çox yaraşır. Və sizcə qadınlar necə idarə edir? Yəni, o dediklərinizdən var, necə idarə edə bilər? Hansı sahələrdə daha çox qadınlar lider ola bilər, uğur qazana bilər? Məncə bütün sahələrdə qadınlar lider ola bilər. Çünki bir şəxsin potensialından asılıdır. Yəni burada kişi ilə qadının ayrımı olmur. Potensial varsa, yəni əgər bir şeyi əldə etmək istəyirsə, mütləq onu əldə edəcək. Təbii ki, insanın o liderlik öz şəxsi inkişafından irəli gələn bir xüsusiyyətdir. Amma bu stereotiplər baxımından qeyd eləsək, heç də hamı sizin kimi, bizim kimi düşünmür ki, qadınlar bütün sahələrdə uğur qazana bilər. Bununla bağlı qlobal miqyasda, yəni təkcə öz ölkəmizdə liderimiz, qlobal miqyasda qadınların cəmiyyət həyatında, iş həyatında, bacara biləcəyi sahələrdə belə qadınlar həmişə, yəni çox vaxt o stereotiplərdən qaynaqlanaraq bir addım geridə saxlanır. Müxtəlif maaş fərqləri olur bir çox hallarda. Bu, BMT-nin İnsan Hüquqları Konvensiyasının və digər əmək bazarının tələblərindən irəli gələrək tədricən aradan qaldırılır. Maaş fərqinin kəskin olduğu və yaxud da kişilərlə qadınlar arasında ümumiyyətlə maaş fərqinin olduğu belə ölkələr, cəmiyyətlər var. Və ümumilikdə götürsək, dünya miqyasına baxsaq, qadınların hüquqları ilə bağlı fərqli, yəni tarixi inkişaf baxımından fərqli xronologiyanı, fərqli hadisələri görə bilərik. İlk dövlətlərin idarəçilik sisteminin yarandığı bir məqamda belə qadınlara ilk növbədə seçki hüququ, seçilmək hüququ verilmir. Bu tədricən sonradan qadınların cəmiyyət həyatında dəyərinin müəyyənləşdirilməsi, aparılmış mübarizələr nəticəsində və yaxud da siz dediyiniz o sülhün, humanizmin bir nümunəsi olduğu dərk ediləndən sonra artıq tədricən onlara da yer verilir ki, kişilərlə bərabər bunlar seçilmək hüququna sahiblər. Baxın, burada xronologiyaya baxsaq, 19-cu əsrdən, 20-ci əsrin əvvəlindən başlayır qadınların hüquqları ilə bağlı olan məsələlər. Belə bir sual verir. Bəs Azərbaycanda qadınların ilk seçki hüququ nə vaxt əldə olunur? Tarixi biliklərinizi yada salsaq. Çünki Şərq və Qərbin mübahisəsi kontekstində adətən dilə gətirilir ki, Şərq dünyası Qərbdən geridə qalır, inkişaf baxımından, insan hüquqları, azadlıqları baxımından. Amma tarixə baxanda heç də bunun belə olmadığını görürük. Azərbaycanda qadınlara ilk seçki hüququ verilir 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti zamanı. Amma müqayisə üçün qeyd eləsək, Fransada bugün Avropa İttifaqının əsas ayaqlarından biri, yəni əsas inkişaf etmiş Avropa ülkəsi, burada verilib 50-ci illərdə Charles de Gaulle dövründə 2-ci Dünya müharibəsindən sonra qadınlara seçki hüququ verilir. İsveçrə kimi inkişaf etmiş bir dövlətdə, bugün aparıcı olan bir dövlətlərdə bu 1873-cü ildə verilir, tətbiq olunması isə artıq 80-ci illərdə həyata keçirilir. Buna baxmayaraq, yenə də qadınlarla bağlı dünya statistikasına nəzər salsaq, müxtəlif problemlər var. Baxın, burada siz Azərbaycanın ilk qeyd edildiyiniz Xalq Cumhuriyyəti Parlamentin seçki hüququ verilsə də, onlara vətəndaş hüququ azadlıqları verilsə də, o cəmiyyətdə olan stereotiplərdən irəli gələrək cəmi bir nəfər qadın parlament üzvü, o üzvlər arasında. Amma buna baxmayaraq, bu da cəmiyyətin və bizim bir uğurumuz idi ki, Şərqdə və dünyanın aparıcı dövlətlərini müqayisə etsək,
Yəni qadınların təcrid olunduğu bir məqamda biz belə bir nailiyyətə nail olmuşuq. Və o nailiyyəti də sizlərin timsalında gələcəkdə nə etmək lazımdır, davam etdirmək lazımdır. Bayaq sizə ona görə sual verdim. Qadınlar daha çox hansı sahələrdə aktivdirlər? Təbii ki, bütün sahələrdə qadın hər bir işin öhdəsindən uğurla gələ bilər. Bu insan potensialının aslı olaraq dəyişir dediyiniz kimi. Amma statistikaya nəzər salsaq, bugün cəmiyyətdə heç də qadınlar bütün sahələrdə bərabər səviyyədə o liderlik xüsusiyyətləri baxımından, işgüzar xüsusiyyətlər baxımından üstün mövqeyə sahib deyilər statistika baxımından. Ən çox qadınların təmsil olunduğu sahə təhsil sahəsidir, səhiyyə sahəsidir, bir də qeyri-hökumət təşkilatları, müxtəlif humanist, insanlara olan yardım fondları ilə bağlı olan sahələrdə daha çox təmsil olunurlar. Ümumilikdə siyasi baxımdan belə götürsək, statistikaya baxsaq, təhsil baxımından da götürsək, ümumilikdə, yəni baxın, burada statistik nəticələri görürsünüz. 2025-ci ilin son statistik nəticələrinə görə 68%-dən çox gender boşluq, yəni qadınlarla bağlı yaranmış problemlər. Və bu da ondan irəli gəlir ki, baxmayaraq ki, müasir dövrümüzdə biz bayaq 19-cu əsrdən bura keçilən inkişaf yoluna nəzər yetirdik. İnkişaf olsa da, maarifləndirmə olsa da, hələ də bu problem qalmaqdadır. Yəni bizim də belə tədbirlər keçməkdə əsas məqsədimiz budur ki, maarifləndirici işlər apararaq gələcəkdə belə çətinliklərin, belə problemlərlə siz də rastlaşanda, bizlər rastlaşanda ona qarşı bir müqavimət qüvvəmiz olsun. Atacağımız addımları sistemləşdirə bilir. Və biz bu addımlar, görüləcək işlər situasiyadan asılı olaraq dəyişə bilir. Siz bayaq qeyd edildiyiniz məsələlərdən irəli gələrək. Baxın, burada qadınların siyasi sahədə təmsil olunması ilə bağlı məsələlər var. Bugün dünyanın aparıcı dövlətlərində siyasi sahədə qadın liderlər mövcuddur. Amma bunu istər parlamentdə olsun, istər dövlət idarəçiliyində olsun, təmsil olunurlar. Amma ümumi statistikaya baxın, 2024-cü ilin qadınların siyasi təmsilçiliyi ilə bağlı statistika çox aşağı faizdir. Burada görürsünüz, 23,2% təşkil edir. Bu qlobal miqyaslar, yəni Azərbaycan hüququndan söhbət getmir. Bu onu göstərir ki, nə qədər də o qərb-şərq dəyərləri müzakirə olunsa da, insan hüquqları ilə bağlı məsələlər dilə gətirilsə də, problem hələ də mövcuddur. Tam olaraq həll oluna bilmir, təəssüflər olsun ki. Amma bununla bağlı qadınların öz işlərini, öz mübarizələrini davam etdirmələri ilə bağlı xüsusi tədbirlər planı həyata keçirilir. Və elm sahəsinə baxsaq, yəni qadınlar baxmayaraq ki, bir addım gerdə qalmağa və yaxud sövq edir və yaxud da ki, Günay xanım bayaq qeyd elədiyi kimi təvazökarlıqdan kənarda qalmağa üstünlük verirlər. Buna baxmayaraq kifayət qədər müxtəlif sahələrdə uğur qazanmış qadınlar var ki, elm sahəsində olan qadınları görürsünüz. Marie Curie'dir, bilirsiniz, o məşhur fiziklərdən biridir və kimya, fizika sahəsində Nobel mükafatı layihəsidir. O cümlədən Rosalind Franklin insan DNK-sinin təsvirlərini icad edib, onun şəkillərini çəkən ilk baxımdan rentgen görüntülərini icad etmiş bir xanımdır. Daha sonra burada tanıdığımız simalar ola bilər. Tanıyırsınız yəqin ki, qadınların və qızların təhsili ilə bağlı, onun hətta kitabı da var, Mənalə Mənəm. Şərq dünyasında qızların təhsil hüququ ilə bağlı mübarizə aparmış bir şəxsdir ki, ona görə 17 yaşında Nobel sülh mükafatı layihəsi qazanır. Bütün bu xanımlar bizim cəmiyyətimiz üçün, yəni dünya üçün bir nümunədirlər ki, qadınlar əslində bacarırlar. Sadəcə olaraq onlara maneələr, sədlər yaradılmamalıdır. Azərbaycanda da belə lider qadınlar olub, bayaq birini gördük. Və bu bizim ilk qadın nazirimizdir, Tahirə Tahirova, Xarici İşlər Naziri olub Azərbaycanın və Azərbaycan milisində onlara imza atmış şəxslərdən biridir. Başqa Azərbaycanın hansı lider xanımlarını tanıyırsınız? Ümumiyyətlə, cəmiyyət içərisində müxtəlif sahələrdə yol oynamış şəxslərdən. Məsələn, qərar vermədə xanımlar, dövlət idarəetməsində adını kimi çəkə bilər? Bəli, hörmətli vitse-prezidentin adını çəkə bilər. Başqa, siz kimləri tanıya bilərsiniz? Məsələn, İngiltərə xariçəsi ikinci xariçə Elizabeth. Necə? İngiltərə xariçəsi ikinci xariçə Elizabeth var. Məsələn, o aktual bir prezident xariçə olubdur, dövləti idarə edir. Vaxtilə ona, məsələn, atası və digərləri inanmırlar ki, bu bir qadın olaraq dövləti idarə edir. Bunlar üçün ən uzun ömürlü bir xariçələrdən biri olubdur. Yəni, dövləti idarə edir, dövlət biri olubdur onda. Bəs Azərbaycan qadınlarından başqa kimləri xatırlayırsınız?
Məsələn, tanıyırsınız. Sizin Azərbaycan. olan nümunə göstərə biləcəyiniz, uğur qazanmış, müxtəlif sahələrdə. Bəli, o da daxildir. Başqa? Elə ən əsas bizim universitetimizin direktoru Səadət xanım. Bəli. Bəli. Azərbaycan əyləncə rektoru seçilmişlər. Bəli, xanım liderlərdən rəhbərlikdən verir. Səadət xanım Qəribəs, mən sizə başqa bir sual vermək istəyirəm xanımlar. Sizcə Azərbaycan cəmiyyətində idarə etmə sistemində qadınların liderliyi qənaətbəxş səviyyədədir? Mən hər və yox istəyirəm. Bax, nə fikirləşirsiniz bu barədə? Bu qənaətbəxşdir yoxsa yox? Mənim fikrimcə xeyr, çünki qadınların kişilərin necə deyim, baskısına görə daha geri planda qaldığını düşünürəm. Özlərini ön plana atmağa çəkinliklərini düşünürəm. Halbuki tam əksinə olmalıdır. Biz qadınlar olaraq hər işi kişilərdən də yaxşı edə biləcəyimizi göstərməli olduğumuzu düşünürəm. Başqa kimin nəqli var? Hə və ya yox? Kim deyə bilər? Mən də qatılaram. Əslində çünki buna səbəb odur ki, kişilər də məsələn hal-hazırda qorxurlar ki, narahatçılıq var ki, qadınlar kişiləri keçər. Niyə qadınlar kişilərdən üstün olmalıdır? Məsələn, niyə qadınlar kişilərdən yüksək maaş almalıdır? Hətta həqiqətən mənim ətrafımda belə bir tanışım var idi ki, deyir ki, xanım niyə məndən yüksək maaş almalıdır? Lazım gəlsə 2-3 dənə işdə də işləyərəm. Tək ki, mənim maaşım ondan yüksək olsun da, mən onun əlinə baxmış kimi olmayım. Yəni belə cəmiyyətdə düşüncəli şəxslər olduqdan sonra təbii ki də xanımlar biraz geri plana düşəcəklər. Uğurlu olan xanımların da üstünü bir növ geri plana atmış olacaqlar. Geri plana atmış olacaqlar. Bax, mən sizə xanımlar, əziz xanımlar, mən sizə başqa bir statistika ki, bəzən bizdə deyirlər ki, qadın hüquqları və qadınların idarə etmə barədə hüquqları bizim qanunvericilikdə tam qaydasıdır. Hətta mən deyərəm ki, bəlkə də birinci və ikinci yerdir. İşləmə səviyyəsinə görə də qadınların işləməsi demək olar ki, kişilərin işləməsi ilə eyni bərabərdir. Lakin burada belə bir nüans çıxır. Biz bu qərar vermə sahəsində öndəyik. O zaman gəlin statistikaya baxaq ki, birinci mən bilirik ki, idarə etmə sistemi neçəyə bölünür? İcraicidir, qanunvericidir və birinci bu qanunvericilikdən biz danışaq, Milli Məclisdən. Bizim Milli Məclisdə deputatların neçə faizi qadındır? Birinci biz buna baxaq. İcraici sahəyə gedəndə bizdə nə qədər, neçə dənə qadın nazir var? Yoxdur. İkinci bir hissəyə geçir. Neçə dənə qadın nazir müavini var? Məsələn, yox. Məsələn, neçə dənə prezident aparatında şöbə müdürü qadındır? Yoxdur. İndi bəli, indi bax bunlar artıq neçə dənə icra hakimi qadın var? Yoxdur. Neçə icra hakiminin müavini var qadınlar? Burada bir qədər bir neçəsindən söhbət edə bilər, amma onların vəzifədə olduğu hissə mədəniyyət sahəsində adətən. Yəni, əsas o qərar vermədə kənarda. Keçildiyində bu məhkəmə sistemidir. Məhkəmədə ali məhkəmənin neçə üzvü qadındır, Konstitusiya məhkəməsinin neçə üzvü qadındır. Ümumiyyətlə, qadın hakimlərin sayı nə qədərdir ki, bu kimi hissələrə baxırıq və artıq real bir nəticə çıxartmaq olur ki, necə olur ki, məktəbdə və bizdə belə bir sual artıq yaranmalıdır. Necə olur ki, müəllimlərin çoxsu %90'ı qadındır, direktorlar kişi. Necə olur ki, kitabxanada işləyənlərin %99'u qadındır, müdürləri kimdir? Kişilərdir. Necə olur ki, həkimlərin bir çox qadındır, xəstəxana müdürləri nədir? Kişilərdir. Artıq bizim bu zaman, bu Aygün xanımla dediklərinə görə artıq problemlər burada meydana çıxır. Artıq biz harada səhv etmişik, harada dayanmışıq? Cəmiyyət olaraq niyə beləyik? Bəyəm qadın olaraq özümüz öz gücümüzü fərqindəyikmi? Və mən burada bir qədər də haşiyədən verib kənara çıxmaq istəyirəm ki, bəzən bizdə qadınların cəmiyyət həyatında iştirakçılığını çox təəssüf ki, müəyyən başqa məsələlərlə, yəni sanki bir feminizmlə də qəbahət bir şey deyil, əlaqələndirənlər olur, qadınların daha ön plana keçməsi xeyr.
Vəziyyətin belə olması gender bərabərliyin pozulmasıdır. Yəni qadın və kişilərin cəmiyyətdəki bərabər təmsil olunmada rolunu. Məsələn, mən özüm həmişə dediyim bir şey var, təbiət etibarən mühafizəkar bir adamam. Mən qadını və kişini ümumiləşdirməkdə təbii ki, biz hamımız insanıq. Bir insan obrazında görüb onların hüquqlarının o müəyyən dərəcədə olmasına da qarşıdır. Niyə? Çünki Allah Taala bizi fərqli yaradır. O zaman biz hər bir şeydə bərabər görsək, müəyyən məsələlərdir. O zaman bizə dekret verilməsində, deyək ki, kişilərlə biz elə bütünlük. Bu deyil qadın lideri, başa düşdünüzmü? Yəni, bizim elə kişilərdən daha öne çıxmalıyıq. Sovet cəmiyyətinin müəyyən bir nüansları var idi, Sovetlərin. Qadınları traktorçu kimi təqdim edirdilər, qadınlar kampanya sürürdülər, qadınlar sanki bu gender bərabərliyi qadının kişinin olduğu hər bir sahədə olması deməkdir. Deyil. İndi mən yenidən sözü verirəm Aydın xanıma, bizim birinci təlimin sonuna da az qalıb, keçəcək ikincisine. Sinan xanımı dediklərindən olaraq deyilir ki, baxımız əmək məsələləri işlə bağlı xüsusiyyətləri qeyd elədi. Çünki qadın və kişi bioloji varlıq olaraq eyni olmadığı kimi əmək sahəsində, iş sahəsində də müəyyən ağır işlər var ki, qadınların orada işlədilməsi əslində həm fiziki baxımdan, həm də qanunvericiliyi baxımdan eyni deyil. Əmək məcəlləsinə baxsaq əgər, orada qadın hüquqları ilə bağlı müəyyən maddələr var. Bu həm Azərbaycan qanunvericiliyində, həm də qlobal səviyyədə tənzimlənir. Məsələn, bizim öz əmək məcəlləmizdə var ki, qadınlar ağır sahələrdə işlədilə bilməzlər. Müəyyən o şaxtalar var ki, yerlər, ora qadınlar özləri tək başına düşməsinlər və yaxud da 10 kiloqram, 15 kiloqramlıq ağırlığında olan əşyaların 1 metr məsafədə qaldırılması, daşınması ilə bağlı müəyyən məsələlər nizamlanır ki, qadınlara olmaz. Çünki bu onun orqanizminə ziyandır, bunu kişilər daşımalıdır. Bu, qadınların kişilərdən üstün olması və yaxud da ön plana çıxması deyil. Əslində, qadın hüquqlarının, yəni o fiziki, insani xüsusiyyətlərini nəzərə alıb tənzimlənməsidir. Və belə bir məsələ var ki, qadın əgər hamilədirsə, müəyyən bir sahədə işə müraciət edirsə, onun sırf ana olmağa hazırlaşdığı üçün iş verməkdən imtina edə bilməzdir. Buna görə yazılı şəkildə niyə görə ona iş vermir, müəssisə rəhbəri əsaslandırmalıdır, təmin etməlidir. Bu bizim bir qadın olaraq hüquqlarımızdır, təbii ki, öz qanunvericiliyimizdə və qlobal səviyyədə biz bunları bilməliyik ki, gələcəkdə qarşımıza belə bir nüanslar çıxanda, belə bir situasiya ilə qarşılaşanda həm özümüzlə bağlı, həm də başqaları ilə bağlı buna qarşı öz hüquqlarımızı müdafiə edə bilərik, pozulmuş hüquqlarımızı təmin edə bilərik. Və qadınların müxtəlif sahələrdə qeyd elədik, qarşılaşdığı çətinliklər var, tarixən mövcud olur. Bugün də bu problemlər xüsusilə də idarə etmə sahəsində mövcuddur. Sizə belə bir sual verir. Siz də bu çətinlikləri aradan qaldırmaq üçün nələr təklif edirsiniz? Hansı işlər görülməlidir ki, bu problemlərin aradan qaldırılmasına köməklik olsun? Cəmiyyətdə qadın liderlərin idarə etmə sahəsində, digər sahələrdə qadınların da öz yerini tuta bilməsi, o bayaq dediyiniz kişilərin və yaxud da ki, qeyrilərinin onlara qarşı diskriminasiya aparması, stereotip yaratmasına qarşı hansı mübarizə tədbirləri görə bilərik, hansı işləri görə bilərik ki, bu çətinliklərin qarşısını almaq mümkün olsun? Nələr təklif edirsiniz? Hər biriniz ümumilikdə bir qadın lider sayılırsınız da, yəni gələcəkdə hər bir sahədə qeyd edildiyiniz kimi özünüzü reallaşdırıb uğur qazanmaq potensialına maliksiniz. Siz hansı təklifləri irəli sürərsiniz ki, cəmiyyətimizdə bu işləri görsək, bu işlər görülsə, bunu müəyyən qədər tam olmasa da müəyyən qədər qarşısını ala bilərsiniz. Hansı işləri görə bilərik? Məncə ilk növbədə cəmiyyətin düşüncəsi dəyişməlidir. Çünki məsələn, ola bilər ki, 80% əhali düşünsün ki, qadın işləyə bilər, qadının haqqıdır. Qalan 20% ise bunun tam əksini düşünür. Buna görə ilk növbədə o 20%-in də düşüncəsini dəyişmək lazımdır. Çünki belə deyək də, insan davamı gəldikcə hər biri öz bilgilərini digərinə ötürəcək və get-gedə bu 20% artıq olacaq, 23%, 30% bəncə yayılacaq bu. Biz öncə ona görə ilk növbədə onun qarşısını almalıyıq ki, elə cəmiyyətin düşüncəsi dəyişsin. Cəmiyyətin düşüncəsini dəyişmək üçün nə demək lazımdır? Məsələn, o bayaqların danışdığımız mövzu var idi. Dedəcək ki, bəs qadınlar təhsildə, könüllü işlərində aktiv olmalıdır. Məsələn, könüllü işlərini biraz daha geniş əhatəli etsək, məncə, yəni qadınların oradakı liderliyini də göstərsək və bunu cəmiyyətdə sosial şəbəkə olsun, istər kanallar olsun, fərq etməz. Bunu cəmiyyətə göstərsək, məncə cəmiyyətin düşüncəsi dəyişir. Cəmiyyəti
maarifləndirmək və bu maarifləndirmənin təbliğatını müasir standartlara uyğun aparmaq. Başqa hansı təklifləriniz var? Xanım dediyi beraber sağlarımızda da fərqlər ortaya çıxır. Məsələn, universitet həyatında ayrıcalıqlı hiss eləmisiniz. Mən sizə sual vermək istəyirəm. İkinci bir sual vermək istəyirəm. Universitetin ictimai işlərində iştirak edən zaman burada qızlar yoxsa oğlanlar iştirak edir? Bu kimi məsələlərdə son nəticədə yəqin ki, müşahidə etdikləriniz olur. Önə çıxan xanımlardır, yoxsa gələcək zamanda deyək, yoxsa qarşı tərəf? Beləliklə, bəzən xanımlar daha çox Məsələn, starostaların bir çoxu kimlərdir? Mən qızlar, xanımlar. Məsələdə elmi cəmiyyətinin sədri kimdir? Xanımdır. Yəni, və hesab edirsiniz ki, universitet həyatında bunda belə bir ayrıcalıqlı hiss eləmişdir. Bölümündə daha yaxşı. Bəs hər hansı bir işdə hiss edirsiniz ki, burada sizə deyilsin ki, yəni qız-qız, xanımsız bir qədər geri planladır. Necə hiss edirsiniz? Məsələn, ya dərs prosesində, ya hər hansı bir ictimai işdə ki, özünüzü sanki bir qədər geriyə qoymaq məcburiyyətində olduğunuzu hiss edirsiniz. Daha çox geriyə qoymaq deyil, əslində məsəl üçün daha çox riyadə təməlli olan fənlərdə və yaxud da daha çox mexaniki kritikal sinif dediyimiz şey lazım olan sahələrdə işlər daha çox sürülürlər və biz o işə çıxartılamamış rəhbərlərdən və yaxud da bir nümayəndələrə düşünürük ki, bu daha çox işlər üçün daha uyğun, məsələn, onların düşüncə tərzləri üçün. Bu ayrıcalıqlıdır. Əlbəttə, bu genlərin pozulmasıdır. Məsələn, IT sahəsi deyil, IT sahəsinin birisi ki, ağırlığı daha çox işlər üzərindədir. Qadınlar da az çalışma sahələrdən bir IT sahəsi. Çünki burada müəyyən kodlar yazmaq lazımdır və yaxud da digər şeylər, amma son vaxtlar qadınlarımızı daha çox artıq bu sahəyə göstərirlər və onlar da məsələdir. Amma burada ayrıcalıqlı hardan yanında sizin bayaq qeyd etdiyiniz bəzi ayrı məsələlər edilir, sosial məsələlərdən. Kod yazmaq, onlara öyrənmək və s. vaxt aparan şeylərdir və necə deyim, və biz bir insan bədənimizin müəyyən resurslarını yatmağa, dinlənməyə ehtiyacımız var. Lakin, məsələn, qadınlar bizim elimizdən çünki onlar ayrı işləri var. Evdə yemək pişirməyən uşağımız. Bunlar bizim ayrılmaz hissəmizdir. Bundan qaça bilmərik. Və yaxud da ki, Bəlkə tam haqlısınız. Buradan belə bir sual vermək istəyirəm, belə sizə sözünüzü kəsmək üçün. Sizcə qanunvericilikdə buna uyğun olaraq qadınlara ayrı bir haqq tanınmalıdır mı? Sonda karşılığı bana da bir cavab verir. Çünki qadınsız cəmiyyət yox. Belə bir nə də ailə yox. Məncə, rəsmi heç bir yerdə sosial bir var. Amma bu var da, indi var. Amma bu insanlar sosial durumlaşdığı bir şey. İndi bu var. Bəlkə başqa bir sual verir. Sizcə buna uyğun qadınların iş saatında, maaşda, işə çıxmasında, məzuniyyətdə hər hansı bir güzəşt olmalıdır? Ananın məzuniyyətini nə belə istəyirsin? Kifayət. Deyil. Kifayət deyil. Kadın hem evde hem çok işleyip böyle bir şey sistem tek sene çok işlemiş. Nasıl olursa da sonrası Yani her ikisi en işi görsen belə bir sual olmalı. Əlbəttə, bunun üzərində dayanmaq, bu təmiz ayrı bir məsələdir. Amma cəmiyyətdə, bir çox inkişaf etmiş cəmiyyətlərdə buna uyğun düzənləmələr gedilməsinə çalışır ki, ailədə və cəmiyyətdə əsas hərəkət verici, yaradıcı qüvvənin qadın olduğunu nəzərə alaraq, o 9 saatlıq iş məsələsində bir qədər daha aşağı edəcək. Tam 8 saatlıq və 7 saatlıq olur. Qadın ailə və özünə çox vaxtlarda bilsin. Aynı cür alınmır, dünya dağılmağa doğru olur. Ümumiyyətlə, dünya xanımlar biz gördüyümüz, bax bu son 10 ilindəki dünya, sizin gördüyünüz əlbəttə dünya deyil. Tamamilə fərqli bir dünya. Dünən mən başqa bir şey oxudum, maraqlı bir şey oxudum. Artıq məsələn, rəqəmsallaşdırmanın ən çox olduğu İsveçdə yenidən tamamilə qərargahı edilir, hər bir şey kağız və qələm üzərində olunur. Eyni zamanda qadın məsələsi də belə. Qadının tamamilə belə deyil, o robotlaşdırma, qadının kişiləşdirmə işindən əl çəkərək müəyyən mənada qadın hətta zəifliyini, o bayaq bizim xanım qızımız çox gözəl deyil. Onu da nəzərə alaraq həmin gender münasibətlərinin, maaşlı iş bərabərinin qorunmasına çalışmaqdır. Biz işləyirik, doğru mu? Sonra zəif demək, zəif desək daha doğru olar məncə. Deyil zətlər.
zəriflikdir. Bu zərifliyə görə nə edirik? Bizə müəyyən hüquqlar tanınmalıdır. Yəni bizim əslində çalışmalı olduğumuz məsələlərdən biri də budur. Ayın xanım, isə hardasa yavaş-yavaş yaxın bir işləq ərzində yekunlaşdıraq, ikinciyə başlayacağıq. Bəli, buyurun. Mən onunla bağlı son olaraq təkliflər almaq istəyirəm ki, bəzi cəmiyyətdə xanım dedik, biz nə qadınların güclərdən, yəni öndə gücləri artırmaq dediyimiz, qadın hüquqları dediyimiz məsələlərdir və yaxud da ki, əksinə qadınların arxa planda qalmasına da göz yummalıyıq. Yəni qadın cəmiyyətdə bir yeri varsa, o yeri qazanırsa, qazanmağa layiqdirsə, niyə görə müəyyən o qısqanmalar, diskriminasiyalar və yaxud da hüquqları qanunvericiliklə təmin olunursa, bu hüquqları qoruyub arxa planda qalmalıdır. İş şəraiti ilə bağlı, misal üçün, müəyyən o məsələləri qeyd elədik. Müəyyən daha az yaşlı övladı olanlara bir saat tez çıxmaq işdən qanunvericiliklə tənzimlənən hüquqdur. Amma bunu bütün müəssisələr tanıyırmı? Ümumiyyətlə, qadınlar bu hüquqlarını bilirmi? Problem buradan qaynaqlanır. Təbii ki, işləyən qadın öz hüququnu bilsə, onun bir az yaşlı övladı varsa və onun belə bir hüququ varsa, onun artıq müəssisədə bunu müraciət etməlidir ki, o şans ona bildirilsin. Bəzən bu öz hüquqlarını bilməməkdən irəli gəlir, bəzən isə süni şəkildə, yəni o işlədiyi yerdən maaş alırsa, müdirindən asılı olduğunu hiss edir və bu hüquqları dilə gətirmək istər ki, birdən onun maaşını kəsərlər, birdən onu işdən çıxararlar və s. Belə bir problemlərin qarşısını almaq üçün və yaxud da ki, qadınların o dediyimiz ağır işlərdə işlədilməsinə qanunvericilik yol verilmir, amma bir çox hallarda bu pozula da bilir. İstər Azərbaycanda olsun, Almaniyada olsun, qlobal şəkildə olsun. Bunun pozulduğu hallar da müşahidə olunur. Yəni, bütün bu problemlərin qarşısını almaq üçün maarifləndirmə işləri, o cəmiyyətdə dediyimiz təbliğat işlərinin aparılması məqsədi yolundur. Baxın, bəlkə də izləmişsiniz Tağıyevin məktəb filmini, artıq treylerini görürsünüz və yaxud da ora baxsaz, yaxud onun tarixi keçmişinə kitablardan da oxuyub baxsaz, bizim cəmiyyətimiz 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində qadın hüquqları ilə bağlı maarifləndirmək, deyinlərin üsyanına çağıran necə bir çağırışlar edirlər. Bunlar asan başa gəlməyib, mühafizəkar insanlar bunun qarşısını almaq üçün süni şəkildə maneələr yaradırlar ki, qadınlara təhsil lazım deyil, qadınların təhsil alması əslində onların bu ailə dəyərlərindən çıxması kimi qələmə verirlər. Amma zaman göstərir ki, o məktəbin əsası qoyulmaqla Azərbaycan qadını, ümumiyyətlə qadınların təhsil alması ilə o ailə dəyərlərindən uzaqlaşmır. Əksinə, daha savadlı övladının yetişməsi üçün, ailəsinə daha çox fayda verməsi, ən əsası cəmiyyət üçün daha yaxşı faydalı ola bilmək üçün işlər görməklə qadirdir. Yəni, məsələnin məğzi bizim təlimi keçirməyimizin də məqsədi odur ki, maarifləndirmə işlərini aparmağına özümüz də cəhd göstərək. Əgər qarşımızdakı, yanımızdakı, işimizdəki və yaxud da ki, auditoriyada tələbə yoldaşımız olan bir xanıma haqsızlıq olunursa, buna qarşı birlikdə mübarizə aparmağa qadir olduğumuzu göstərir. Çünki həyat özü bir mübarizədir. İstər kişi olsun, istər qadın olsun və xüsusilə də bu sahədə. Təşəkkür edirəm Aydın xanım. Xanım var, sizə də təşəkkür edirəm. Bizim bir qədər sonra, çox qısa bir fasilədən sonra ikinci təlimimiz başlayacaq. Ümid edirik ki, sizlər də orada tam bir tərkibdə görəcək və bunun da sonunda sizlərlə dediyimiz kimi sertifikatlar da faydalanacaq. Var olasınız, çox sağ olun. Yeni təlimdə görüşənə qədər.